Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bugün 11-ci sinif 1-ci hissə test toplusunun adi və onluq kəsrlər mövzusunu uşaqlar 1-ci bölməsini sizlə bir yerdə işləyəcəyik. Video keçməmişdən qabaq səhifəni bəyənib paylaşın ki, uşaqlar bu cür videoların davamı gəlsin. Keçək 1-ci suala. Birdə nə deyir uşaqlar? Baxın, birdə bax hissə həll eləyək də. Bu kəsrin yuxarıdan baxırıq ki, 1 vergül içəri girib, aşağıdan 1, 2 vergül içəri girib. Sürət məxrəci 100-ə vursaq, 0,15-i 100-ə vur, 15. 0,13-ü 100-ə vuranda uşaqlar 2 vergül sağa gedir. 2 vergül sağa gedir, olur 30. Bəs 20-də 13-ü buradan ingərik. 20-də 13-ü uşaqlar, 20-də 13-ü. Sürət məxrəci 5-ə vuraq, məxrəci 5-ə vur, 100. Sürəti 5-ə vur, 65. 65 də 100-ə böləndə 0,65 verəcək. Burada da 0,65 bölək 0, daha doğrusu 5'ə vurdum, 100, 5'ə vurdum, bəli. 0,65. Deməli, bu da oldu 0,26. Bunu da qeyd elədik. Və gəlin eyni yaşalır. 30'u 15'ə böləndə bizə verir 2'ni. Burada sürət məxrəci 100'ə vursaq, aşağıdan yuxarıdan 2 vergül içəri girib. Burada 26, yuxarıda 65 olur. Bunu 13'ə böl 5. Məxrəci 13'ə böləndə 2'ni verəcək. Qalacaq 2 çıx, 5 bölək 2'ni. Uşaqlar 2-dən 5-i 2-yə böləndə 2 onda 5-i verirsə, 2-dən 2 onda 5-i çıxanda 2 onda 5-dən 2 çıxırıq 0 onda 5. Kiçikdən böyük çıxdığımıza görə olur mənfi 0 onda 5. Onda uşaqlar mənfi 0 onda 5. Bir də cavab olacaq bu variantı. Keçək ikinci suala. Bunu sildik. Uşaqlar artıq burada sadəcə oxşar sualları saxlayacağıq. Fərqli sualların hamısına yazacağıq uşaqlar. 2-yə baxaq. 2-də həmişə nəyi yada saxlayın? Kəsrli hesablamaların içində qarşı qədət verilirsə, həmən qarşı qədət düzgün olmayan kəsrə çevirin. 1,12-də 5 nə deməkdir? 12-də 1-i 12-yə vur. 12, 5 gəl 17. Bölək. Uşaqlar, mötərizənin içində ifadənin ədədlərin yerlərini dəyişək. Müsbət 3-də 2-dən nəyi çıxaq? 6-da 5-i. Bu da bizə nəyi verəcək? 12-də 17 bölək. Bunun sürət və məxrəcini 2-yə vursaq, bu olacaq 6. Sürəti 2-yə vur 4. 6-da 4 çıx, 6-da 5. Bu da bizə nəyi verdi? Yenə 12-də 17 bölək. 6-da 4-dən 6-da 5 çıxanda uşaqlar mənfi 6-da 1 verəcək. Bəs iki kəsiri bir-birlərinə böləndə vurağa çevirəndə nə edirdik? Birinci tərəf qalırdı. Vurağa çevirəndə ikinci tərəfdə sürət məxrəc yerini dəyişirdi. Mənfi 6 yuxarı, 1 aşağı. Uşaqlar 6-ya böl 1, 6-ya böl 2. Burada mənfi də var. Mənfini ataq kəsirin qabağını mənfi 17 böl buradakı 2-yə. Bu da verəcək mənfi 8,5. Mənfi 8,5 nə variantıdır? Y variantı. Bu da oldu ikinci sualın cavabı. Gəlin 3'ə baxaq. 3. 3'də bizdən görək nə istəyir? Uşaqlar 3'ü belə deyək də, sualı biraz sadələşdirmək üçün gəlin birinci bu mötərizənin içini çıxaq. Bax 6'lı çıxıram. 6 onda 2-dən, 62,4-dən 49,9'a çıxsaq, buradan bura 1 onluq. 14'dən 9'u çıx 5. Burada qalır 1. 1'dən 9 çıxanda buradan bura 1 onluq. 11'dən 9 çıx 2. Burada 5 qaldı. 5'dən 4'ü çıx 1. 12,5. Şola bu mötərizənin içi oldu 12,5. Deməli bu mötərizənin için ifadəsinin qiyməti 12,5'dir. Gəlin yerdə qalanları yazaq. Deməli 35,4 vuraq. 62,4'dən 49,9 çıxdıq. Bizə verdi 12,5'i. Çıxdıq. Yenə 12,5 vuraq. 15,4. Uşaqlar, burada hər ikisinə eyni olan vuraqlar 12,5'dir. 12,5'i mötədə xaricinə çıxarsaq, mötədən içinə qalacaq 35,4 çıx. Bir də bu 15,4'dür. Qaldı 12,5 vuraq, arada vuraq var. Uşaqlar, bu 4'lər gedir. 35'dən 15 çıxanda 20'ni verəcək. Əvvəla 12,5'i 20'yə vuranda bu vergülə bu 0 gedir. 125'i 20'yə vuranda bizə verəcək 250'ni. Yəni bu sualın cavabı olur 250. Yəni 3'də Y variantı. 4'də eynən bunun oxşardır. Sadəcə birinci mötərizənin içini həll edirsiniz. Keçək növbət suala. Uşaqlar, bu tip sualları həll etmək üçün, məsələn, 5-ci tip sualları. Bu tip sualları həll etmək üçün hissə həll edirsiniz. Necə? Bir dəfə sürəti həll edirsiniz. Yəni 5,75 çıx. Uşaqlar, bu 4,4-3 nə deməkdir? 4,4-3 3'ü 4'ə böləndə 0,75 verir. Onda bu da bizə verir 4,75. Bu sürətdir. İndi məxrəcə baxın. Hə, sürətdir. 4,75'dən də
Bundan da bunu çıxanda bizə verir 1-i. Deməli bu kəsrin sürəti, bu oldu sürət. Sürətin qiyməti 1-dir. Gəlin məxrəcə baxaq. Məxrəci necə həll edirik? Məxrəci də ayrı-ayrıqda həll eləyək. Qarışıq ədədləri hər zaman nəyə çeviririk? Düzgün olmayan kəsrə. 16 tam 2-də 1 düzgün olmayan kəsrə çevir. 16-nı 2-yə vur 32, 1 gəl 33 bölək. 1 tam 8-də 1 nə deməkdir? 1-i 8-ə vur. 8 3 gəl 11. 2 kəsri bir-birlərinə böləndə, vurağa çevirəndə uşaq bu 8 yuxarı 11 aşağı. 11-ə böl 1, 11-ə böl 3, 2-yə böl 1, 2-yə böl 4. 4-ü 3-ə vur 12. Bu da oldu uşaqlar məxrəc. İndi baxın, sürətdə nə oldu? Sürətdə 1. Məxrəcdə nə oldu? 12. Deməli, burada oldu sürətdə 1, məxrəcdə 12 və bir də uşaqlar, bu kəsrin qiyməti, baxın, bu kəsrin qiyməti 12-də 1-dir. Bunu da nəyə vuraq? Baxın, buradakı 12-yə. Çünki burada da 12 var. Vurduq 12-yə. Burada da 12-lər uşaqlar gedir, yerdə qalır nə? 1. Yəni, bu sualın cavabı olur 1, 5-də cavab olur A variantı. 6 da uşaqlar eynən bunun oxşarıdır. Bir dəfə sürətə əldə eləyəsiniz, bir dəfə məxrəci, sonra adi hesablayasınız. Gəlin, baxaq 7-yə. 7-də nə deyir? Deməli, 7-ci sualda deyir ki, əvvəla mötədən içinə baxaq. Qarışıq ədəd, harda qarışıq ədəd görsə, tez düzgün olmayan kəsrə çeviririk. 2 tam 2-də 1 nə deməkdir? 2-də, 2-ni 2-yə vur 4, 1 gəl 5. 2-də 5-in kvadratı vuraq. 15-də 8. Bir də çıx. 9-da 7. Uşaqlar, 2-də 5-in 2-nin kvadratı 4-dür. 5-in kvadratı 25-dir. Bunu 15-də 8-ə vurub 9-da 7-ni çıxsaq. Baxın uşaqlar, bunu 5-ə böl 3. Bunu 5-ə böl 5. Bunu 4-ə böl 2. Bunu 4-ə böl 1. Sürətdə nə olur? Arada vuraq var. Sürətdə olur 5 vuraq 2. Məxrəcdə olur 1 vuraq 3. Və bu 9-da 7-ni də kənarda yazaq. Bu da bizə nəyi verdi? 3-də 5-i 2-yə vur 10. Çıx 9-da 7. Uşaqlar, bu kəsrin məxrəcinin 9 eləmək üçün sürət məxrəci 3-ə vuraq. 3-ə vur 9. 13-ə vur 30. 9-da 30-dan da 9-da 7 çıxanda 30-dan 7 çıx 23. Məxrəcdə olduğu kim qalır? Cavab olur 23 bölü 9. Bəs uşaqlar, 23 bölü 9 nə deməkdir? 23-ün içində 9. 2 dəfə düşür. 9 dəfə 2-nin 18. 5 qalır. 5 də yazırıq sürətə. Burada da cavab olur 2 tam 9-da 5. Yəni C variantı. Bu da oldu 7-nin cavabı C variantı. Keçək 8-ci suala. Uşaqlar, burada nə edərik? Baxın, harda qarışıq ədəd görsək, gəlin belə eləyək də. Gəlin, burada 8-ci sualı rahat həlləmək üçün həmişə sualı elə həlləməlisiniz ki, rahat olsun. Baxın, bu iki vuruqların hər ikisində 1 tam 5-də 1 var. 1 tam 5-də 1-i mötədə xaricdən çıxarsa, mötədən içinə qalacaq 14 tam 8-də 3, çıx 4 tam 8-də 3. Uşaqlar, əvvəla 1 tam 5-də 1 nə deməkdir? 1-i 5-ə vur 5, 1 gəl 6. Bu 8-də 3-lər gedir, 14-dən 4 çıxanda 10 verəcək bizə. 5-ə böl 1, 5-ə böl 2. Buradakı 6-nı da bu 2-yə vursaq, bizə verəcək, 6-nı da bu 2-yə vursaq, bizə verəcək 12-ni. Bu sualın cavabı olur 12, 8-də D variantı. Gəlin 9-a baxaq. 9-a baxaq uşaqlar. 9-da nə deyir? 9-da baxın, bunu bu ardıcılıqla aparsaq, buradakı 3-lər ixtisar gedir, buradakı 5-lər ixtisar gedir. Bu kəsirin ortasını açsaq, məsələn, baxın, 3-də 1-dir, 5-də 3-dür, 7-də 5-dir. Sürətə fikir verin. Sürət də 2 artır, məxrəc də 2 artır. Bunun davamını gətirsək 7, 7-nin üzərinə 2 gəlir 9. Sonra bu formada aparsaq, 97-dən əvvəl tək eləd uşaqlar 95-dir. 99-dan əvvəl tək eləd 97-dir. Bir də vuraq 99-da 97. Uşaqlar, ixtisara baxın, ixtisarlar belə gedir. Belə ixtisarlar gedir. Yəni bu formada ixtisar gedir. Burada da bir kəsir var. Bununla bu gedir, bir də bununla bu gedir. Sürətdə 1 qalır, məxrəcdə 99. Bu sualın cavabı 99-da 1. Yəni 99-da 1 varmı? Bəli, var. D variantı. 9-un cavabı oldu uşaqlar D variantı. Gəlin 10-cu suala baxaq. Görək 10-da bizdən nə istəyir? Uşaqlar, 10-cu sualda baxın, bu 1-in məxrəci 1-dir. Biz 1-in məxrəci 1 olduğuna görə bunun sürət məxrəcini 2-yə vura bilərik. 2-yə vur 2, 2-yə vur 2. 1-i necə yaza bilərik? 1-də 1-in sürət məxrəci 3-ə vur 3 bölü 3 kimi yaza bilərik. 4 bölü 4 kimi yaza bilərik. 5 bölü 5 kimi yaza bilərik. Yəni sürət və məxrəc bərabər ədədlər olanda bir-birlərinə böləndə 1 verir. Yəni biz buradakı 1-ə
1-ə nə gözü ilə baxa bilərik? Buradakı 1-ə 2-də 2 gözü ilə baxırıq. Buradakı 1-ə 3-də 3 gözü ilə baxırıq. Buradakı 1-ə 4-də 4 gözü ilə. Yəni bu formada baxmaq olar. Gəlin sualı sürətli həll eləyək. Baxın bu 1-dən, yəni 2-də 2-dən 2-də 1 çıx. 2-də 1. Arada vuraq var. 3-də 3-dən 3-də 1 çıx. 3-də 2. Arada vuraq var. 4-də 4-dən 4-də 1 çıx. 4-də 3. 5-də 1-dən 5-də 1, 5-də 5-dən 5-də 1 çıx. 5-də 4. 6-da 6-dan da 6-da 1 çıxan da bizə verir 6-da 5. İxtisara baxaq. 3-lər getdi. 2-lər 3-lər getdi. 4-lər getdi. 5-lər getdi. Burada 1 qalır. Burada 6 qalır. Cavab olacaq 6-da 1. Yəni bu sualın cavabı da olur 6-da 1. Yəni onda cavab B variantı. Keçən növbəti suala. Uşaqlar 11-ci sual onun oxşardır. Bu lazım deyil. Gəlin 12-ci suala baxaq. Uşaqlar birinci kəsinin sürətinə baxın. 1-dən nəyi çıxırıq? 2-də 2-ni. Bu 1-ə nə gözü ilə baxırıq? 2-də 2 gözü ilə bax. 2-də 2-dən 2-də 1 çıx. Bizə verir 2-də 1. Buradakı 1-ə də 2-də 2 gözü ilə baxsaq, 2-də 2 üzərinə 2-də 1 gələndə bizə verir 2-də 3. Keçdik o birisini. Arada vuraq var. 1-dən 3-də 1 çıxanda, 3-də 3-dən 3-də 1 çıxanda bizə verir 3-də 2. 3-də 3-ün üzərinə 3-də 1 gəl. Bizə verir 3-də 4. Bu sürətli olacaq. 4-də 4-dən 4-də 1 çıx, 4-də 5. Bu 4-də 4-ün də üzərinə 4-də 1 gələndə yenə 4-də 4-dən 4-də 1 çıxanda uşaqlar bu 4-də 3-dür. Məxrəcdə də 4-də 4-ün üzərinə 4-də 1 gələndə 4-də 5-i verir. İki kəsiri bir-birlərinə böləndə uşaqlar nə olur? Bu 2 yuxarı çıxır, buradakı 3 aşağı düşür. Yəni sürət qalır. Məxrəcdəki 2 yuxarı çıxır, bu 3 aşağı düşür. İkinci kəsirdə yenə sürət olduğu kimi qalır. Yəni 3-də 2, bu 3 yuxarı çıxır, buradakı 4-də aşağı düşür. Yenə uşaqlar sürətdəki 4-də 3 qalır, bu 4 yuxarı çıxır, buradakı 5-də aşağı düşür. Baxın bu 2-lər getdi. Sonra bu 3-lə deyək ki, bu 2 ixtisar getsin, bu 3-lə bu 2 ixtisar getsin, bu 4-lə bu 4 ixtisar getsin. Sürətdə bir dənə 2 qalır, məxrəcli bir dənə 4, bir dənə 5. Sürətdə qaldı 2, 4-ü 5-ə vuranda 20, 2-yə böl 1, 2-yə böl 10. Yəni bu sualın cavabı olur 10-da 1. 10-da 1 də uşaqlar olur A variantı. Sonra gəlin keçən növbət suala. Bunu silək. Baxaq 13-cü suala. 13-də deyir ki, uşaqlar, bax bu nöqtəli bölək, kəsirlə bölək. -3/6-nı 0/6-ya böləndə böl. Üzərinə gəl, bir də 2/4-ü vur 0/5-ə. Uşaqlar, birinci kəsirin sürət məxrəcini 10-a vur. Məxrəci 10-a vur 6. Sürət 10-a vur 36. Üstə gəl. Uşaqlar, 24-ü adi 5-ə vursaq bizə 120-ni verir. Baxın, buradan 1 vergül sərgirib, buradan da 1 vergül. Bir 120-ni 2 vergül sola aparsaq 1/2-ni verəcək. Sağda oldu 1/2. 36-nı 6-ya böl, -6 üstə gəl, 1/2, yerlərini dəyiş, 1/2-dən də 6 çıx. Uşaqlar, 6-dan 1/2 çıxanda 4/8-i verir. Kiçikdən böyük çıxdığımıza görə -4/8. Cavab olacaq -4/8 D variantı. Sonra keçək növbəti suala. Gəlin baxaq uşaqlar 14-ə. 14-də nə deyir? 14-cü sualda biz bu cür hesablamalarda nə demişdik? Bir dəfə sürəti həll eləyək, bir dəfə də məxrəci. Uşaqlar deyir 0/5 vuraq. 8/5-də 2 çıx. 2-də 1 bölək. 7-də 5. Əvvəl uşaqlar 0/5 nə deməkdir? 5 böl 10. 5-ə böl 1, 5-ə böl 2. Yəni 0/5 2-də 1 deməkdir. Bu 0/5-in yerinə yazırıq. 2-də 1 vuraq. 5/8-də 5-i qarşı ədədi düzgün olmayan kəsrə çevirsə nə olur? 8-i 5-ə vur. 8-i 5-ə vur. 40, 40-ın üzərinə 2 gəl, 42. Çıx. Burada 2-də 1-dir. Bu 7-də 5-i də uşaqlar 2 kətir bir-birlərinə böləndə, vurağa çevirəndə. İkinci kətir 7 yuxarı çıxır, 5 aşağı düşür. 2-yə böl 1, 2-yə böl 21. Sürətdə qalacaq 21, məxrəcdə qalır bu 5. Çıxaq. 7-ni 1-ə vursaq uşaqlar 7. Bu 2-ni də bu 5-ə vursaq bizə verir 10-u. Gəlin eləyək. Gəlin belə eləyək. Bu kəsirin sürət məxrəcini 2-yə vuraq. 10, 21-i 2-yə vur, 42 çıx. 7 böl 10-u. Məxrəc 10 qalır. 42-dən 7 çıxanda bizə verəcək 35-i. Burada uşaqlar bu oldu birinci kəsirin sürəti. Bu kəsirimizin sürətidir. Gəlin bir dənə məxrəci ayrı-ayrı həll edək. Məxrəcə baxaq. Bu da məxrəcdir. Deyir 6/4. Üstə gəl. Bu 0/9 bölək 1/5-i belə yazaq. Kəsirlə 0/9 bölək 1/5. Yenə yazaq 6/4 üzərinə gəl. Bunun sürət məxrəcini 10-a vur.
Məxrəci 10-a vur 15. 3-ə böl 3. 3-ə böl 5. Bu da bizə nə verəcək? 6 onda 4 üstə gəl. Uşaqlar 3-ü 5-ə böləndə bizə verir 0,6. 6 onda 4-ün üzərinə 0,6 gələndə bizə verir 7-ni. Aha, bu da oldu uşaqlar məxrəc. İndi kəsirin sürəti nə oldu? Bir də uşaqlar sürətdə 35-i 10-a böləndə bizə verir 3,5. Sürətin yerinə yazaq 3,5. Bəs məxrəcdə nə olur? Məxrəcdə də 7-dir. Bunda sürət məxrəcini 2-yə 10-a vursaq, 3,5 10-a vur 35. Məxrəci 10-a vursaq 70. 35-ə böl 1, 35-ə böl 2. Sürətdə qalır 1, məxrəcdə 2. 1 də 2-yə böləndə nə verir? 0,5'i. Yəni bu sualın cavabı olur 0,5 D variantı. 14'te cavabı olur D variantı. 15 bundan əvvəlki sualın oxşarıdır uşaqlar. 2'lər ixtisar gedir, 3'lər gedir, 4'lər 20'lər gedir, 21'də 1 qalır da elə. Eyni şeydir. Keçək növbəti suala baxaq. Gəlin baxaq 16'ya. 16'da nə deyir? 16'da deyir ki, aşağıdakı kəsirlərdə neçəsi bərabərdir? Aha. Gəlin uşaqlar, buradakı verilən kəsimlərin məxrəclərini eyniləşdirək. Məsələn, 3'də 1 var, 9'da 4 var, 27'də 9 var, sonra 9'da 5 var, 9'da 5, 27'də 18 var və bir də 18'də 6 var. Gəlin uşaqlar, bunun məxrəci 9'da gətirir. Sürət məxrəci 3'ə vur, 9'da 3, bu 1. Bu da elə 9'da 4 qalsın. Sonra bunun məxrəci 9 eləmək üçün 3'ə bölək. Bunu 3'ə böl 3, bunu 3'ə böl 9. Burada da oldu yenə 9'da 3. Bu 9'da 5 də olduğu kimi qalsın. Bunu uşaqlar məxrəci 9 eləmək üçün 3'ə böl. Bunu 3'ə böl 6, bunu 3'ə böl 9. Burada elədi 9'da 6. Burada da uşaqlar 18'də məxrəci 9 eləmək üçün 2'yə bölək sürət məxrəci. 2'yə böl 3, 2'yə böl 9. Burada da elədi bu 9'dur. 9'da 3. Gəlin görək kəsirlərdən neçəsi bərabərdir. Baxın, bu da 9'da 3'dür. Bu da 9'da 3'dür. Bu da 9'da 3'dür. 9'da 6, 9'da 5, 9'da 4 fərqlidir. Baxırıq ki, 3 dənə 9'da 3 var. 3 dənə 9'da 3 nə deməkdir? Yəni 3 dənə kəsir bərabərdir. Burada cavab olmuş olar 3. Birdən soruş neçə kəsir bərabərdir? Deyirik ki, 3 dənə kəsir. Bu belə. 16'da Y variantı. Gəlin növbəti suala baxaq. Növbəti sual uşaqlar nədir? Növbəti sual. Uşaqlar 17'ni daha sürətli yazmaq üçün, bax bu 25'i var. Gəlin kənarda yazaq. 25'də 2 nə deməkdir? Bunun sürət məxrəcini 4'ə vur. Sürəti 4'ə vur. 8. Məxrəci 4'ə vur 100. 8'də 100'ə böləndə nə verir? 0,8'dir. Yəni uşaqlar biz bu 25'də 2'nin yerini aparıb 0,8 yazarıq. Gəlin yazaq. 8 vuraq 0,8 üstə gəl. 0,6 vuraq. 25'də 2'nin yerinə yazdıq 0,8. Bir də vuraq. Baxın, deyir 8 vuraq 12,5 çıx 0,6 vuraq. Vuraq. 12,2'də 1. Uşaqlar bəs 12,2'də 1 nə deməkdir? Bu 2'də 1 0,5'dir. Bu da bizə verir 12,5'i. 12,5'i. Deməli 12,2'də 1 də 12,5'dir. Apardıq. Bu 12,2'də 1'in yerinə yazdıq 12,5. Uşaqlar buna baxın. Burada 0,8'lər eyni denə. 0,8'i mötədə xaricinə çıxartaq. Qalacaq 8. Burada da qalır 0,6. Üstə gəlir 0,6. Bu pis ifadədən uşaqlar 12,5'lər eynidir. Buradan da 12,5'i mötədə xaricinə çıxarsa burada qalacaq 8. Bir də qalacaq 0,6. Yəni 8 çıx 0,6. Gəlin yaşalır. 8'i baxın. Bu 8'i bu 125'ə vursaq nəyi verəcək? 0,4, 16, 0,2, 8, 2 yadda 1000. Şolar 8'i 125'ə vuranda 1000'i verirsə, buradan 1 vergül çərgilib, buradan 1, 2 vergül çərgilib. Onda şolar biz ümumilikdə 0'dan 1000'də 8'i 12,5'ə vuranda bütövlükdə cəmi qədər 3 vergül çərgilsə 1, 2, 3 vergül çərgilsə 1'i verəcək. Yəni 0'dan 8'i 12,5'ə vursaq, davamını buradan yazıram. 1'i verəcək. 8'in üzərinə 0,6 gəl. 8,6 və 8'dən də 0,6'nı çıx. Bizə verir nəyi? 7,4'ü. Fikir uşaqlar, bunu həll etsək olacaq sualın cavabı. Bir heç nəyi dəyişmiş. 8,6'nı 7,4'ə vuraq gəlin. 7,4'ü 8,6'ya vursaq 4 yazırıq. 2 yadda 42, 2 yadda 44. 8'i 4'ə vur 32, 2 yazırıq. 3 yadda
8 və 7-nin 56, 3 də yadda 59. 4, 6, 3, 1 yadda 6. Və buradan 1 vergül, buradan 1 vergül, ümumiyyətlə 2 vergül içəri girir. Cavab olur 63,6. Yəni bu sualın cavabı olur uşaqlar 63,64. 63,64 nə variantı? Y variantı. 17-ci cavab olur uşaqlar Y. Keçək növbəti suala. Baxdıq növbəti sual. Növbəti sualda bizdən nəyi soruşur? Aha, baxın. 18-də deyir ki, 5-də 1 üstə gəl 7-də 1 üstə gəl 11-də 1 üstə gəl 13-də 1 nəyə bərabərdir A-ya? Sonra deyir 5-də 4 üstə gəl 7-də 6 üstə gəl 11-də 10 bir də üstə gəl 13-də 12. Bu ifadənin qiyməti nəyə bərabərdir? Uşaqlar, bu ifadəsi nəyə bərabərdir? Bizdən bu ifadəni soruşur, biz də bu bilmirik də nəyə bərabərdir. Yəni burada bir B yazaq. Yəni bu ifadənin qiymətini özümüzdən bir B yazsaq, bu ifadənin qiyməti nəyə bərabər deyilsə, bizdən deməli nəyi soruşur tap? B-ni soruşur tap. Gəlin bunları altına toplayaq. Baxın, 5-də 1 ilə 5-də 4-ü toplasaq bizə nə verir? 5-də 5. 7-də 7-də 1 ilə 7-də 6-ını toplasaq 7-də 7. 10-da 1 ilə 10-da 10 toplasaq, 11-də 1 ilə 11-də 10 toplasaq 11-də 11. 13-də 1 ilə 13-də 12 toplasaq 13-də 13. Nəyə bərabərdir? Deməli, 2 bərabərin sol tərəfini topladıq, bir də sağ tərəfini toplayırıq. Sağ tərəfini altlara toplasaq B üstəgəl A olur. Baxırıq, bu bizə 5 5-ə böl 1, 7-ni 7-yə böl 1, 11-i 1-ə böl 1, 13-ü 1-ə böl, 13-ü 13-ə böl 1. Sağda da B üstəgəl A-dır. 4 dənə 1-i toplasaq 4-ü verəcək. Sağda B üstəgəl A-dır. Bizdən B-ni tap dediyinə görə A-nı sola aparaq, mənfi A, sağda da B qalır. Deməli, bizdən B-ni soruşur da, B-nin qiyməti nədir? 4 çıx A-dır. Burada B-nin qiyməti olacaq şolar 4 çıx A, yəni A variantı. Keçək növbəti suala. Növbəti sual. Növbəti sual uşaqlar nədir? 19. 19-da deyir 0,1-də 3, 0,2-də 0,4, 1,2-də 0,1000-də 12. Burada uşaqlar sürət məxrəci vurmalıyıq. Baxın, yuxarıdan vergül girməyib, aşağıdan 1 vergül içəri girib. Burada sürət məxrəci 10-a vuraq. 0,1-i 10-a vur 1, 30-u 10-a vur 30. Bu oldu birinci vergül. İkinci kəsədə uşaqlar aşağıdan 1, 2 vergül içəri girib, yuxarıdan 1 vergül içəri girib. Vergüldən tam azad eləmək üçün 100-ə vuraraq. Bunu 100-ə vur 4, 0,2-ni 100-ə vur 20. Buradan uşaqlar 3 vergül girib içəri, buradan 1 vergül içəri girib. Ən çox 3 vergül girdiyinə görə 1000-ə vuraraq. Məxrəci 1000-ə vur 12. Sürəti 1000-ə vur. 1 vergül sağa apar, 1 vergül sağa aparsaq olur 1200. 30-u 1-ə vur. 1-ə böl 30. 20-ni 4-ə böl 5. 1200-ü də 12-yə böləndə şolar 100-ü verir. 35 çıxaq 100. 100-dən 35 çıxanda 65. Kiçikdən böyük çıxdığına görə cavab olur mənfi 65. Yəni bu sualın cavabı olur mənfi 65. Yəni C variantı. 20 bunun oxşarıdır. Gəlin 21-ə baxaq. Bunu sildik. Keçək 21-ə. Uşaqlar 21-də nə deyir? Deyir 0 tam dövrdə 5. Uşaqlar bu dövrdür. Bunu vurduq 0,10-da 3-ə. Bu da nə? Və üzərinə gəldik 6-da 5. Uşaqlar bu saf dövrdür. Çünki vergüllə mötərizənin arasında ədəd yoxdur. Bunu kəsrə çevirsək mötərizənin 2 qədər 9 və sürəti də mötərizənin içinə sürəti yazırıq. Vurduq. Bu 0,3 necə yazarıq? 3 böl 10. Üstə gəl, bir də 65. Bunu 3-ə böl 1, 3-ə böl 3. 5-ə böl 1, 5-ə böl 2. Sürətdə nə qalır uşaqlar? Bu 1-i 1-ə vur 1. Bu 3-ü 2-yə vur 6. Bu kəsir bir-birinə vurduq, elədi 6-da 1. Bunun da üzərinə uşaqlar 6-da 5 gəlsə, məxrəcləri 6 qalır. Bu 6-dır. Sürət 1 ilə 5-də toplasaq 6. 6-nı da 6-ya bölsə bizə verir 1-i. Yəni bu sualın cavabı olur uşaqlar 1. Bu da oldu 21-ci sualın cavabı. C variantı. Keçən növbəti suala. Gəlin bu 22 oxşardı uşaqlar. Gəlin bu 23-cü suala baxaq. Bax 23-də nəyə fikir verirsiniz? 0,77-ni uşaqlar 2-yə vursaq 1,54-ü verir. Bir dənə bunu bilin. Baxın bu ifadə ilə bu ifadədə bu hər ikisindən 0,77-ni mötədə xaricinə çıxarsaq mötədən içinə nə qalacaq? Burada bir dənə 6 qalır. Çıx. 0,77-ni nəyə vursaq 1,54-ü verər 2-yə. Bir də burada əlavə 0,5 də var. Bir də bölək 3,8 çıx 0,25. Sonra bu 0,77-dir. Vuraq.
2-ni 5'ə vuranda 1 verir uşaqlar. 6-dan 1 çıxanda bizə verəcək 5-i. Bunu da nəyə bölək? 3 tam %8'e. Bunu da uşaqlar bölsək 3 tam %8'e böldük. Çıxırıq nəyi? 0 tam %25'i. Uşaqlar 0 tam %77'ni 4'ə vursaq 3 tam %8'i verir. Ona görə 0 tam %77'ye böl 1. Bunu 0 tam %77'ye böl 4'ü verəcək. Deməli sürətdə olacaq 5, məxrəcdə olacaq 4. Çıx 0 tam %25 nə deməkdir? 4'də 1'dir. Yəni 1'i də 4'ə bölsək 0 tam %25'i verir. Məxrəclər 4 qalır. 5'dən 1 çıxanda 4, 4 də 4'ə böləndə bizə verir 1. Yəni burada cavab olur C variantı. Keçək növbəti suala. Uşaqlar gəlin 24'ə baxaq. 24 də fərqlidir. Baxın, burada 2 dənə hasil var. Bu hasildən burada da 0'dan %68 var. Burada da 0'dan %68. Bu iki ifadədən 0'dan %68'i mötədə xaricə çıxarsaq, burada qalacaq 0'dan %68. Yəni 0'dan %68'i 0'dan %68'in kvadratına vuranda əsasları 1 qalır. Üstlər toplayanda kubunu verəcək. Çıx. 0'dan %68 nəyə vursaq bunu verər. 0'dan %68'i 0'dan %32'nin kvadratına vursaq bizə verəcək. Baxın bu ifadə. Bu da vuraq nəyə? Qarışıq ədədi düzgün olmayan kəsrəcək isə 1'i 17'yə vur 17, 8 də gələndə bizə verəcək 25'i. Uşaqlar bu 0'dan %68, 68 bölü 100'dür. Burada müxtəsər vurma düsturudur. A kvadratı çıx B kvadratı. Bunu bir dəfə çıxırıq. Bir dəfə də bunu toplayırıq. 0.68 ilə 0.32'ni toplayırıq. Yəni A kvadratı uşaqlar çıx B kvadratı. Bir dəfə A ilə B-ni çıxırıq, bir dəfə də A ilə B-ni toplayırıq. Baxın bu müxtəsər vurma düsturudur. Bir də vurduq 17-də 25'ə. Bu 68 bölü 100 qalsın. Bundan bunu çıxanda bizə verəcək nəyi? 0'dan %6'da çıxsaq 60, daha doğrusu 30, 8'dən 2 çıx 6. 0'dan %68 ilə 0'dan %32'ni toplayanda bizə 1'i verəcək. Bunu da vurduq 17'də 25'ə. Gəlin görək nə olur uşaqlar. Baxın, bu 68 bölü 100'dür. Bunu bildik. 0'dan %36 nə deməkdir? 36 bölü 100'dür. Bir də vuraq 1 heç nəyə dəyişmir. Bir də vuraq 17'də 25. Şöyle bunu 25'ə böl 1, bunu 25'ə böl 4. 17'yə böl 1, bunu 17'yə böləndə 4'ü verəcək. Burada nə qalacaq? 4 böl 4, vuraq 36 bölü 100. Şöyle 4 4'ə böl 1'i verəcək. 36'ını da 100'ə böləndə 0'dan %36'ını verir. 0'dan %36. 0'dan %36'ını 1'ə vursaq, yenə bizə 0'dan %36'ını verəcək. Yəni bu sualın cavabı olacaq 0'dan %36, 24'də A variantı. Baxırıq ki 25 də fərqlidir. Baxın uşaqlar, 25'i rahat yazmaq üçün birinci nə edərik? Nəyə fikir verərik? Bu ifadəni kəsirlə bir-birinə bölsək, yəni 82,62'ni bölək 2,7'yə. Yuxarıdan 2 vergül girib, aşağıdan 1 vergül. Sürət və məxrəci 100'ə vursaq, 82,62, məxrəci 100'ə vursaq, 270. Şola gəlin görək, 82,62, yəni 8262, 27'yə bölünürmü? 82'nin içində 27 3 dəfə köçəcək, 81. 1 qalır. Bura 6 yazırıq 6. 16 27'ye bölünmür. Bu ikini də aşağı atsaq bura 1 0 atırıq. 162'ni 27'ye böl 6 dəfə köçəcək. 2 yazırıq. 4 yadda 12, 4 yadda 16. Bəli verdi. Demək uşaqlar bunu 27'ye bölsək 306. Bunu 27'ye bölsək 10 verəcək. 10'u. Bu da olacaq 36 306 böl 10. Və yaxud da 306 böl 10 10. Və yaxud da 3'ə bölü 153, 2'yə bölü 153, məxrəci 2'yə böl 5. Və uşaqlar 153'ün içində də uşaqlar 5 30 dəfə köçəcək. 35'ə vur 150, qalıq da olur 3. Yəni uşaqlar bu ifadəni yerinə bütöv nə yazaq? 30,5'də 3. İndi baxın. Mötərizənin içində 31,3'də 2 yazırıq. Çıx 30,5'də 3 yazırıq. Bunu nəyə vuraq? 2,5'ə çıxaq. 2,2'də 1. Təzədən bir də yekunda aldığımız ərədi 2,24'ə vuracağıq. Şöyle bu 3 ilə 5'i orta məxrəcinə götürərik. 15. 15. Onda gəlin belə eləyək. Birinci bu ifadəni hesablayaq. 31,3'də 2 ilə 10,5'də 3'ə çıxanda
Burada orta məxrəci 15 eləmək üçün nə edək? Bunun sürət məxrəcini 5-ə vur. 15-də 5-ə vur 10. Burada isə sürət məxrəci 3-ə vur. 15, 3-ə vur 9. Aha. Uşaqlar, 31-dən 10 tamı çıxanda bizə verir 21 tam. 15-də 10-dan da 15-də 9-u çıxanda 15-də 1-i verəcək. Burada oldu 15-də 1. Bunu bildik. Və 21 tam 15-də 1 də uşaqlar nə deməkdir? 15 qalır, 15 qalır. 21-i 15-ə vursa, daha doğrusu bu tamdır. 21-i 15-ə vuraq. Deməli 105, 21, 315. 315-in üzərinə 1 gəl, 316. Deməli bu ifadənin qiyməti 15-də 316-dır. Aşağı hissəni sildik. 35-də 316. Aşağı hissəni silək. Deməli, buradan oldu uşaqlar. Bu ifadənin qiyməti elədir. 15-də 316 vuraq. Bəs 2/5 nə demək uşaqlar? 2/5-də 5 bölək 2 deməkdir. Çıx. Buna da 2/2-də 1-ə də 2-də 5 kimi baxaq. Və yekuna vuraq 24-də. Bunu 2-yə böldük, 2-yə böldük. 158. 158 elədim, bəli. 5-ə böldük 1, 5-ə böldük 3. Burada qaldı 3-də 158 çıx. 2-də 5-ə. Vurduq 24-də. Uşaqlar 3 ilə 2 orta məxrəc 6. Çarpaz şəklində bunu belə vursaq. 6-yı 3-ə böl 2, 2 ilə 158-ə vursaq 316 çıx. 6-nı 2-yə böl 3, 3-ü də 5-ə vur 15. Vurduq 24-də. Arada vuraq var. Deməli, dəngim düz hesabladım. Bəli, 3-ə vurdum 15. Bunu 6-ya böldüm 1, 6-ya böldüm 4, 316-dan. Elə bil hardasa səhv eləmişəm, amma hardadır? Harda səhv eləmişəm? Bu uşaqlar 30 tam deyil. Bax, burada səhv eləmişəm mən. 30 tam. Deyirəm, axı, yeşuna cavab balacadır da alınır, amma biz böyüyə də tapırıq. Burada 30 tam deyinə, biz 30 tamda səhv eləmişik. Ona görə də neyək? Baxın, bu 31 tam, 3 ilə 5 orta məxrəc 15 eləyir. Bunu 3-də 2-nin sürət məxrəci 5-ə vursaq, 15-də 10-dur, çıx 30 tam. 30 tam. 5-də 3-ünə sürət məxrəcini 3-ə vursaq, 15-də 9-dur. Bunu da 2 tam 10-da 5-ə vurub, bunu da düzgün olmayan kəsrə çevirsək 2-də 5 və yükünü aldığım cavabı 24-də vuracaq. Uşaqlar, 31-dən 30 çıxanda 1 tam, 15-də 10-dan 9 çıxanda bizə verir 1-i. Vurduq, 2 10-da 5-ə, çıxdıq 2-də 5, bir də yekünə vurduq 24-də. Uşaqlar, 15-də 1 nə deməkdir? 15, 2-ni 15-ə vur 15, 1 gəl 16. Bunda kəsrə çevirsə 25 böl 10 deməkdir. Çıx, 2-də 5 və yekunda vurduq 24-də. 5-ə böl 5, 5-ə böl 3. Sürətdə uşaqlar, 16-nı 5-ə vursaq 80, məxrəcdə 3-ü 10-a vursaq 30. Burada 3-lər gedir, qalır 3-də 8 çıx, 2-də 5, bir də vuraq 24. Uşaqlar, 3 ilə 2 orta məxrəc 6. 6-yı 3-ə böl 2, 2-ni 8-də vur 16 çıx. 6-yı bu 2-yə böl 3, 3-də 5-ə vur 15. Bunda nəyə vuraq? 24-də. Deməli, burada nə olacaq? Bu da nəyə bərabərdir? Bu 6 qaldı. 15-dən 16-dan 15 çıxanda 1-i verəcək. Bunu da 24-də vursaq uşaqlar. 6-ya böl 1, 6-ya böl 4 və burada yekun cavab olacaq 4. Yəni bu sualın cavabı olur 4 D variantı. 25-də uşaqlar cavab oldu D variantı. Gəlin sürətli keçək 26-cı suala. Uşaqlar, 26-nın rahat yazılması yolu necədir? Gəlin, bax nəyə fikir versiniz? Da sualı üzündən köçürmürəm. Bu tip sualları şablon sual kimi fikirləşin. Hamısının sürəti 1-dir. Məxrəclər neçə vayda artır? 2-2. Məxrəclərə baxın, 2 vayda artır. 5-dən 7-yə 2 vayd, 7-dən 9-a 2 vayd, 9-dan 11-ə 2 vayd. Bütün məxrəcdəki hasillər 2 vayda artdığına görə mötərizənin xaricinə yazırsınız 2. Baxın, bu şablon qaydası belədir. Mötərizənin xaricinə 2. 2. Yəni, bütün məxrəcdəki hasillər 2 vayda artdığına görə mötərizənin xaricinə 2 və bütün sürətlərdə hamısı 1 olduğuna görə sürətə 1 yazırıq. Bu mötərizənin xaricidir. Bax, qaydası belədir. Bəs mötərizənin içinə nə yazırıq? Kəsrin birinci məxrəci sürət, yəni 1-də 1, bir də kəsrin məxrəcinin sonuncu qiyməti sürət, yəni 11-də 1 və mötərizənin içində hər zaman çıxırıq. Baxın, bu qaydasıdır.
Deməli, bu da bizə nə verdi? 2-də 1, uşaqlar. Buna 11-də 11 gözü ilə baxsaq, 11-də 11-dən 11-də 1 çıxanda 11-də 10-dur. 2-yə böl 1, 2-yə böl 5. Yəni bu sualın cavabı da olacaq 11-də 5. 11-də 5-də nə variantıdır? 26-da B variantı və 27-də ilə bunun oxşarıdır. Bunda uşaqlar yazılış qaydası belədir. Məxrəcdə neçə vaydı artıq? 4 vaydı. Hamısının sürəti 1-dir. Məxrəcin birinci kəsirinin birinci qiymət sürət arada həmişə çıx olur. Məxrəcin sonuncu qiyməti sürət 23-də 1. Sadəcə bunu hesablayasınız. Gəlin keçək 28-də baxaq. Bax 28-də eyni qaydadadır. Fikir verin. Məxrəcdəki hasilər neçə vayda artır? 4 vaydı. Yəni 4-də məxrəcdə olacaq 4. Hamısının sürəti 1-dir, oldu 1. Onda kəsirin məxrəcin birinci qiyməti, yəni 1-də 1, nəyi çıxırıq? Məxrəcin sonuncu qiyməti ilə sürəti, yəni 4n plus 1-də 1-i. Burada qalacaq 4-də 1. Orta məxrəc 4n plus 1 götürsək, 4n plus 1-i 1-ə böl, 4n plus 1, sürətə də vursaq elə 4n plus 1-i verəcək. Çıx, 4n plus 1-i 4n plus 1-ə böl, 1, 1-i də 1-ə vur 1. Bu 1-lər gedir, yerdə nə qalır? 4-də 1 vuraq, 4n plus 1-də 4n. Buradakı uşaqlar bu 4-lər də gedir. Sürətdə qalacaq bir dənə n, məxrəcdə qalacaq 4n plus 1. Cavab olacaq n bölək 4n plus 1, yəni C variantı. Bu da 28-in cavabıdır. C variantı, 29 bunun oxşarıdır. Oxşardır. Sonra 30-a baxaq. 30-da uşaqlar bu 1-ə nə gözü ilə baxırıq? 2-də 2 gözü ilə. 2-dən 2-də 1 çıxanda 2-də 1-i verəcək. Arada hamısına, bütün mötərizənin arasında vuraq var. Bu 3-də 3-dən 3-də 1 çıx. 3-də 2. 4-də 4-dən 4-də 1 çıx. 4-də 3. Yəni bu qaydada gedir. Ən sonunda da bu 10-da 10-dan 10-da 1 çıxanda 10-da 9-u verəcək. Uşaqlar, ixtisarlar hər zaman belə gedir. Belə gedir və yekunda da belə girəcək. Sürətdə qalacaq 1, məxrəcdə qalacaq 10. Yəni bu sualın cavabı 1 böl 10. 1-i də ona bölsək 0,10-da 1-i verəcək. Yəni bu sualın cavabı olur 0,10-da 1. Bu da oldu 30-cu sualın cavabı. Gəlin uşaqlar, 31-ci suala baxaq. 32 onsa oxşardır. 32 bundan əvvəl var idi. Orada çıxmadı, burada da toplamadı. Eyni qaydadadır. 31-ə baxaq uşaqlar. 31-i yazmamışdan qabaq a kvadratı çıx b kvadrat bizə nəyi verir hər zaman? A çıx b, bir də vuraq. A üstəgəl b-ni verir. Bu düsturdur. Bu bizim düsturumuzdur uşaqlar. A çıx b, bir də vuraq. A üstəgəl b-ni verir. Onda bu düsturla yazsaq, n üstəgəl 5, vuraq n çıx 5 ifadəsi bizə nəyi verəcək? Bu bizə verəcək n-in kvadratı çıx 5-in kvadratı. Yəni n kvadratı. Bu da mənfi 5 mötərizənin içində olmadığına görə mənfi 25-i verəcək. Deməli, niyə olur? Baxın, yazdım. Bu n üstəgəl 5, bir də n çıx 5 ifadəsi. Yəni bu ifadənin yerinə nə yazırıq? N kvadratı çıx 25. Onda aparıb bunun yerinə yazırıq. N kvadratı çıx 25 və bir də burada nə var? Müsbət 31 var. Böldüm n-ə. N kvadratı qalsın. Uşaqlar, bu müsbət 31-dən 25-i çıxanda müsbət 6-nı verir. Böldüm n-ə. Bunu hər tərəfli n-ə bölsək, yəni n kvadratını da n-ə böl, 6-nı da n-ə böl. Uşaqlar, burada n-lərin biri gedir. Bir dənə n qalır və bir də 6 böl n qalır. Şərtli deyir ki, onsuz da n-imiz tam ədəddir uşaqlar. N tam ədəddirsə bu ifadənin tam qiymətində. Neçə tam qiymətində tam ədəddir. Deməli, n də tamdır. Deməli, bu ifadə də tam olması üçün uşaqlar n tamdır. Deməli, tamın üzərinə tam gələndə bizə tamı verər. Deməli, 6 bölü n olmalıdır tam ədəd. İndi uşaqlar, 6 bölü n-in tam ədəd olması üçün n olacaq? N nə olacaq? 6-nı bölünür. 6 nəyə bölünür? 1-ə, 2-yə, 3-ə, bir də 6-ya bölünür. Və tamın içində uşaqlar mənfi 1 də var. Yəni 6-nı uşaqlar n-i yenə 1 yazsa, 1-ə böl 6, 6-nı 2-yə böl 3. Gördünüz uşaqlar tam ədəddir. Və tamın içində mənfi ədədlər olduğuna görə n-i yerinə mənfi 1 də yaza bilərəm, mənfi 2 də yaza bilərəm, mənfi 3 də, mənfi 6 da. Yəni 6-yı mənfi 1-ə böl, mənfi 6, yenə tam ədəddir. 6-nı mənfi 2-yə böl, mənfi 3, yenə tam ədəddir. Yəni n-in neçə tam qiyməti? Uşaqlar görə n neçədən tam qiymət alır? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli n-in 8 dənə tam qiyməti var. Deməli burada cavab olacaq uşaqlar 8. Bu da oldu 31-in cavabı 8. 32 oxşardır. Gəlin bu bölmədə sonuncu sualımıza baxaq. Sonuncu sual. Uşaqlar sonuncu sual nədir? Gəlin 33-ə baxaq. 33-də gəlin birinci A-nı tapaq. Sonra C-ni tapaq. Yekunda deyir ki A-nı C-yə vur. Yəni A vur C halsını tapın. Şöyle baxın, burada neyini? Bu sürəti olduğu kimi saxlayaq. 1-in kvadratı onsuz da 1-dir. Bu 1 lazım deyir. 2-nin kvadratı qalsın. 3-ün kvadratı qalsın.
nöqtə, bir də plus 16'nın kvadratda qalsın, bir də çıx 16'ya. Bunu bildik. Uşaqlar, məxrəcdəki bu ifadə var. Buradakı 1-i necə yazaq? 1-i belə yaza bilərikmi? 2 çıx 1. Bəs buradakı arada vuraq var. Bəs 3-ü necə yazarıq? 3-ü də yazarıq 2 üstəgəl 1. Arada toplama var. Bunu bildik. İndi keçək 2 vur 4-ə. Baxın 2 vur 4'ə baxaq. Bu 2'ni necə yazaq uşaqlar? 2'ni yerinə yazarıq 3 çıx 1. Bəs bu 4'ü necə yazarıq? 3 üstəgəl 1. Arada vuraq var. 3 üstəgəl 1. Bunu da bildik. Sonra bu arada yenə toplama var. Sonra bu 3'ü necə yazarıq? 4 çıx 1. Bir də 5'də yazarıq 4. Arada vuraq var. Bir də 5'də yazarıq 4 üstəgəl 1. Yəni bu qayda ilə girəcək. Yekunda olacaq 15'i yazarıq 16 çıx 1. 17 buradakı bu 17'ni də yazarıq 16 üstəgəl 1. İndi neyək? Sürət olduğu kimi yenə qalsın. Yəni 1 üstəgəl 2'nin kvadratı, üstəgəl 3'ün kvadratı, üstəgəl nöqtə, üstəgəl 16'nın kvadratı çıx 16. Uşaqlar, bu ifadə bizə nəyi verir? 2 çıx 1, 2 üstəgəl 1, 2'nin kvadratı çıx 1 deməkdir. Yəni bu ifadə 2'nin kvadratı çıx 1'in kvadratdır. Yəni mənfi 1'in kvadratı olsa bir də mənfi verəcək. Bu ifadəni yerinə yazaq. 2'nin kvadratı çıxaq 1. Arada toplama var. Bəs 3 çıx 1'in 3 çıx 1, 3 üstəgəl 1'in yerinə yazaq. 3'ün kvadratı çıx 1'in kvadratı ilə 1 verəcək. Sonra 4 çıx 1'in yerinə yazaq. 4'ün kvadratı çıx 1. Nəysə bu qaydada girəcək və yekunda bu ifadə də bizə verəcək 16'nın kvadratı çıx 1. Bu da oldu belə. İndi nəyə fikir verirsiniz? Nəyə fikir verirsiniz? Uşaqlar, sürətdə bu 1'dən bu 16'nı çıxanda mənfi 15'i verir. Mənfi 15. Baxın, buradakı 1'dən buradakı 16'nı çıxanda mənfi 1'i verəcək. Yerdə qalacaq 2'nin kvadratı, 3'ün kvadratı, bu da olduğu kimi qalır. 4'ün kvadratı və yekunda müsbət 16'nın kvadratına qədər gedir. Uşaqlar, indi bir də nə lazımdır? Bax, fikir verin. Burada hər 2'nin kvadratının içində 2'nin kvadratı. Baxın, 2'nin kvadratının içində bir dənə mənfi 1 var. 3'ün kvadratının içində bir dənə mənfi 1 var. Bunlar hamısı mötədən içində yazsaq 4'ün kvadratının içində mənfi 1 var. Bir də 16'nın kvadratının içində mənfi 1 var. Şöyle 2'dən 16'ya qədər neçə dənə tam ədəd var? 1'i nəzərə almasaq 15 dənə tam ədədimiz var. Tam ədəd. Onda belə çıxırmı? 2'nin kvadratı müsbət 3'ün kvadratı müsbət 16'nın kvadratına qədər 15 dənə tam ədəd varsa, burada 15 dənə hər mötədən içində deməli bu altdan xəssətliklərin sayı olur 15 dənədir. 15 dənədir. Və burada mənfi 1 var, mənfi 1 var, mənfi 1 var, mənfi 1 var. Altdan xəssətliyim ifadələr 15 dənədirsə 15 dənə mənfi 1 hesablasaq, 15 dənə mənfi 1 hesablasaq. Baxın, mənfi 1, mənfi 1, mənfi 1. 15 dənə mənfi 1'i çıxsaq, elə bizə verəcək mənfi 15'i. Yerdə qalan bu 2'nin kvadratı müsbət 3'ün kvadratı, bunu sonra 4'ün kvadratı, bu qaydada yerdə qalan ofislərdə olduğu kimi saxlayaq. Görün, başa düşdünüz. Yenə deyirəm, baxın. Sürət olduğu kimi qaldı. Sürətdə 1'dən 16'ın çıxdı, mənfi 15'i verdi. 2'nin kvadratını, 16'ın kvadratını olduğu kimi saxladım. Məxrəcdə altdan xəssətliklərimin sayı şolar 15 dənədir. Hardan bildim? 2, 3, 4, 16'nın kvadratına qədər, 2'dən 16'ya qədər 15 dənə tam ədəd varsa, baxın bu altdan xəssətliklərin sayı 15'dir. 15 dənə mənfi 1 toplasaq mənfi 15'i verir. Yerdə qalan müsbət 2'nin kvadratı, 3'ün kvadratı, 4'ün kvadratı, 16'nın kvadratında olduğu kimi saxladım. Baxırıq ki, sürətlə məxrəc eyni ifadədir. Eyni ifadə olduğuna görə gedir. A-nın qiyməti nəyə bərabərdir? 1'ə. Bu bizə verdi A-nın qiymətini. A-nın qiyməti oldu 1. Gəlin A-nı silək, keçək C-yə. Şöyle C-yə baxaq. C-də nə deyir? C asandır. C-ni hesablamaq asandır. Şöyle bu 2'də 2'dən 2'də 1 çıx, 2'də 1. Arada vuraq var. 3'də 3'dən 3'də 1 çıx, 3'də 2. Arada vuraq var. 1'dən 4'də 4'dən 4'də 1 çıxıb, 4'də 3. 5'də 5'dən 5'də 1 çıx, 5'də 4. Yenə arada vuraq var. Davamı buradadır. 5'də 5'in üzərinə 5'də 1 gəlin də. 5'də 6. 4'də 4'ün üzərinə 4'də 1 gəl. 4'də 5. 3'də 3'ün üzərinə 3'də 1 gəl. 3'də 4. 1'də 2'də 2'nin üzərinə 2'də 1 gəl. 2'də 3. Şöyle bakın, bu 2 ilə bu 2 gedir. Bu 3 ilə bu 3 gedir. Bu 3 ilə bu 3 gedir. Bu 4 ilə bu 4 gedir. Bu 4 ilə bu 4. Bu 5 ilə bu 5 gedir. Yerdə nə qalır? Sürətdə bir dənə 6 qalır. Məxrəcdə isə bir dənə 2 ilə bir dənə 5 qalır. Yəni 2 vur 5.
Yuxarıda 6, məxrəcdə 10, 6-yı da 10-a vur, 0.6. Deməli, C-nin də qiyməti oldu uşaqlar 0.6. Buradan da C-ni tapdıq. Gəlin yekunlaşdıraq. Bizdən nəyi soruşur tap? A vur C-ni tap. A-nı da C-yə vursaq uşaqlar, A vur C-ni tapın. A-nı da C-yə vursaq, biri də uşaqlar 0.6-ya vursaq, cavab nə olacaq? 0.6. Yəni A vur C-nin qiyməti oldu 0.6. Yəni uşaqlar bu sualın cavabı 0.6-dır. Bu da oldu 33-cü sualın cavabı. Yəni adi və onluq kəsrlər bölməsinin birinci mövzusunun izahatı. Sağ olun uşaqlar, hələlik.